Quranda deyilir ki, Allah insanı ən gözəl surətdə yaratdı. Bəs niyə insanların fiziki qüsurları olur? Orada qəsd olunan nədir? Ən gözəl surətdə. Fiziki qüsurları olmasa da qalan insanları düşünə bilərik. İnsanlar gözəl surətdədir. Biz bunu rədd edə bilmərik. Həqiqətən gözəl surətdədir. İstisnalar qaydaları pozmur deyib bu cür cavab verə bilərik. İkincisi, orada ən gözəl surətdə deyilməkdən məqsəd görəsən üzün gözəl quruluşudur. Allah burada nəyi qəsd edir? Məsələn, çox gözəl insan var, çox ağıllı, çox zəkidir. Hər cəhətdən tərəqqi edir. Bir peyğəmbər olub düşünək. Amma vücudu xəstədir, çox xəstədir. Bütün bədəni qurd basıb, yəni o qədər. Yəni üzünə baxsan, haşa qaçmaq istəyirsən o vəziyyətdə. Həzrət Eyyub deyək. Allah insanı ən gözəl surətdə yaratdı deyəndə, Həzrət Eyyubu mu qəsd edir? Yoxsa best model 2025 bir qadın düşün, həqiqətən gözəl. Amma nə Allah axirət bilir, nə beynində bir şey yoxdur. Qıt ağıllı biridir. Allah insanı ən gözəl yaratdı deyəndə hansını qəsd edir səncə? Yəni məgər gəlir insanı elə bir şəkildə yaradıb ki, insanın mahiyyətini, içini, özünü elə bir şəkildə yaradıb ki, insan hər şeyin mahiyyətini qavraya bilər. Bütün kainatı axtar, insan kimi birisi yoxdur. Məsələ göz qaşının falan yerdə olmağı deyil. Yəni yaraşıqlı olmaq, gözəl olmaq, saçlar uzun olmaq, məsələ bunlar deyil. Daha dərin məsələdir. Bu da əlavə bir bilgi kimi deyə bilərik. İnsanın maddi olaraq da gözəl yaradıb. Həqiqətən gözəl yaradıb. İstisnalar yaradıbmı? Bəli. Bir gözü kör insanlar yaradıb. Yenə də həmin o bir gözü kör insana baxsaq, bütün bədəninə %99 biz onu gözəl görəcəyik. Hətta o kör gözünün içinə belə daxilinə girsək, orada milyonlarla nizam örnəyi görəcəyik. Bu da gözəllik işarəti. Yəni işin başqa cəhəti gözəllik və çirkinlik, bunlar nisbi anlayışdır. Nəyə görə çirkin, nəyə görə gözəl, bunlar da başqa mövzulardır. Amma burada qəsd olunan məna zahiri gözəllik olmadığını düşünürəm.